Salam, bugün sizinle çok vacib bir mövzuya toxunacağıq. Azərbaycanın hüquq sisteminin təməli, yəni konstitusiya və ümumilikdə qanunvericilik sistemi. Bəli, salam. Konstitusiya bildiyimiz kimi ən ali hüquqi qüvvəyə malik sənəddir. Bütün digər qanunlar, qaydalar məhz ona əsaslanmalıdır. Elədir. Və biz bugün çalışacağıq ki, bu sistemin necə qurulduğunu, hansı hissələrdən ibarət olduğunu aydınlaşdıraq. Yəni, qanunlar, fərmanlar, qərarlar, bunların bir-biri ilə əlaqəsi necədir? Məhz bu iyerarxiyanı, yəni hansı aktın daha üstün olduğunu, necə bir-birinə tabe olduğunu anlamağa çalışacağıq. Məqsəd bu sistemin sizin üçün daha aydın olmasıdır. Super. Elə isə başlayaq bu iyerarxiyadan, yəni qanunların güc sıralamasından. Ən üstdə hansıdır, sonra nələr gəlir? Deməli, baxın, ən yuxarıda şübhəsiz ki, konstitusiyanın özüdür. Ondan sonra birbaşa xalqın iradəsi ilə, yəni referendumla qəbul edilən aktlar gəlir. Yəni, xalq səs verməsi ilə qəbul olunanlar ikinci pillədədir. Bəli. Sonra Milli Məclisin qəbul etdiyi adi qanunlar gəlir, daha sonra prezident fərmanları, ondan sonra Nazirlər Kabinetinin qərarları və ən sonda, belə deyək, mərkəzi icra hakimiyyəti orqanlarının, yəni nazirliklərin, komitələrin öz qaydaları. Bu çox aydın oldu, təşəkkürlər. Sanki bir nərdivan kimidir. Yəni, məsələn, Nazirlər Kabinetinin qərarı prezident fərmanına zidd ola bilməz, eləmi? Tamamilə doğrudur. Aşağıdakı yuxarıdakına həmişə uyğun olmalıdır. Bəs bu nərdivanda beynəlxalq müqavilələrin yeri haradadır? Azərbaycanın tərəfdar çıxdığı çoxlu müqavilələr var axı. Çox yerində bir sualdır. Beynəlxalq müqavilələr də bizim hüquq sistemimizin ayrılmaz bir hissəsidir. Və çox vacib bir məqam var. Əgər bizim qanunlarımızla, amma baxın, konstitusiya və referendum aktları istisna olmaqla. Hə, bu ikisi xaric. Bəli, bu ikisi xaric, əgər digər qanunlarımızla beynəlxalq müqavilə arasında bir ziddiyyət yaranarsa, o zaman birbaşa beynəlxalq müqavilənin müddaları tətbiq olunur. Deməli, beynəlxalq öhdəliklər təməl prinsiplər istisna olmaqla daxili qanunlardan daha üstün tutulur. Bu, həqiqətən çox önəmlidir. Bəs Naxçıvan Muxtar Respublikası, orada qanunvericilik necədir? Naxçıvanın öz konstitusiyası, öz qanunları, Nazirlər Kabinetinin öz qərarları var. Lakin bütün bu aktlar mütləq Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yəni, muxtariyyət statusu var, amma ümumi sistemə tam tabedir. Aydındır. Bəs ümumiyyətlə bir normativ hüquqi aktın, yəni istər qanun olsun, istər fərman, qüvvədə olması üçün hansı əsas şərtlər var? Birincisi, təbii ki, hüquqa və haqq-ədalət prinsipinə söykənməlidir. İkincisi, və bu çox vacibdir, mütləq rəsmi qaydada dərc edilməlidir. Əgər bir qayda dərc olunmayıbsa, yəni qəzetdə, rəsmi nəşrdə çıxmayıbsa. Bəli, rəsmi mənbələrdə dərc edilməyibsə, heç kimdən onu icra etməyə tələb etmək olmaz. Və təbii ki, bayaq dediyimiz kimi, özündən yuxarıdakı akta zidd ola bilməz. Bu dərc məsələsi həqiqətən vacibdir insanların hüquqlarını bilməsi üçün, bəs qanunların geriyə işləməsi, bu gün qəbul olunan qayda dünənki hərəkətə aid edilə bilərmi? Ümumi qayda odur ki, yox, qanun geriyə işləmir, amma bir istisna var, o da insanların xeyrinə olan xaldır. Yəni, əgər yeni qanun sizin vəziyyətinizi yaxşılaşdırırsa, məsələn, əvvəlki məsuliyyəti aradan qaldırır və ya yüngülləşdirirsə, o zaman həmin yeni daha yaxşı qayda geriyə də tətbiq oluna bilir. Başa düşdüm, bu da ədalətli bir yanaşmadır. Gəldik ən əsas sənədə, konstitusiyaya. Onu dəyişmək, ona əlavə etmək necə mümkündür? Məsələn, dəyişikliklər. Konstitusiyaya dəyişiklik etməyin yeganə yolu referendumdur. Yəni, bütün xalq səs verməlidir. Təklifi ya prezident, ya da Milli Məclisin ən azı 63 deputatı irəli sürə bilər. Amma təklif referenduma çıxarılmazdan əvvəl mütləq Konstitusiya Məhkəməsi rəy verməlidir. Yəni, bir neçə mərhələli, qoruyucu bir mexanizm var. Bəs Konstitusiyada elə maddələr varmı ki, onlara ümumiyyətlə toxunmaq olmaz, dəyişdirilə bilməz? Bəli, var. Maddə 155-də bu göstərilib. Dövlətin suverenliyi, ərazi bütövlüyü, hakimiyyətin mənbəyi kimi təməl prinsiplər, insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya məhdudlaşdırılması kimi məsələlər referenduma çıxarıla bilməz. Bunlar toxunulmazdır. Aydındır. Bunlar dövlətin və cəmiyyətin əsaslarıdır. Bəs əlavələr? Dəyişiklik yox, məhz yeni bir şey əlavə etmək üçün də referendum lazımdır. Yox, əlavələr üçün fərqli qayda var.
Əlavələr Milli Məclis tərəfindən konstitusiya qanunu şəklində qəbul edilir. Bunun üçün amma daha çox səs lazımdır. 95 deputatın səsi. 95 səs bu da çoxdur. Hə, çoxdur. Və proses də fərqlidir. 2 dəfə səsvermə keçirilir və bu səsvermələr arasında ən azı 6 ay fasilə olmalıdır. Hər iki səsvermədən sonra prezident imzalayır və qüvvəyə minir. 6 ay fasilə, bu da yəqin ki, tələsik qərarların qarşısını almaq üçündür. Bəs əlavələr üçün də məhdudiyyət var. Hər şeyi əlavə etmək olmaz yəqin ki. Bəli, bir önəmli məhdudiyyət var. Konstitusiyanın 1-ci bölməsindəki, yəni ümumi müddalar bölməsindəki məsələlərlə bağlı əlavələr təklif edilə bilməz. Yenə də məqsəd o təməl prinsiplərin sabitliyini qorumaqdır. Beləliklə, yekunlaşdırsaq, Azərbaycanın qanunvericilik sistemi çox aydın bir pilləli quruluşa malikdir. Ən başda konstitusiya durur. Beynəlxalq hüququn da önəmli rolu var. Və konstitusiyanın özünə də dəyişiklik və əlavələr etmək üçün, belə deyək, xüsusi və olduqca ciddi prosedurlar mövcuddur. Tamamilə doğrudur və bəlkə də elə bu müzakirənin sonunda sizin üçün də bir düşüncə mövzusu ortaya çıxır. Niyə görəsən konstitusiyanın bəzi maddələrinin dəyişdirilməsi, 1-ci bölməsinə əlavələr edilməsi qadağan edilib və bu qədər çətinləşdirilib? Sizcə, bu məhdudiyyətlər bizim üçün hansı fundamental dəyərləri qoruyur? Bu barədə düşünməyə dəyər.